Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U13 Liqası Sumqayıt Ulduz görüşü başladı. Final mərhələsinin birinci turudur. Hörmətli tamaşaçılar, inanırıq ki, bugün hər iki komanda gözəl oyunla azarkeşlərini sevindirəcək. Komandaların heyətlərini sizə təqdim edirəm. İlk növbədə qonaq komanda Ulduzdan başlayaq. Qapıda 1 nömrə Ömər İskəndərli, 3 Cahid İsmailov, 5 Hüseyin Süleymanlı, 6 Əhməd Verdiyev, 7 Tunar Əliyev, 8 Uğur Hüseynli, 10 Zülfüqar Allahverdiyev, 16 Said Statema, 17 Oktay Ələkbərov. Komandanın baş məşqçisi Vüsal Rüstəmovdur. Soldan Ulduz komandası hücum qurmağa çalışırdı. Sumqayıtda qapıda 12 Fuad Eldarov, 2 Xosrov Ağamirzəli, 4 Ömər İsmailli, 5 Kapitan Ramal Dünyamalı, 7 Akif Taqarov, 8 Rəsul Əliyev, 9 Mehrac Əhmədli, 10 Rüfət Abdullayev, 14 Anar Əhmədzadə, baş məşqçi Namiq Əliyev. Qeyd edim ki, bugünkü görüş sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA-nın icraçı vitse-prezidenti hörmətli Sərhan Hacıyevə öz təşəkkürümüzü bildiririk. Bəli, top meydana tərk etmişdi. Hörmətli tamaşaçılar, digər oyuncularla da sizi tanış edim. 1 Sumqayıtda Ramal İbadzadə, 3 Səid Həsənov, 6 Ümid Şıxəliyev, 11 Mehrac Qasımlı və indi hakim qayda pozuntusu qeydə alır. 13 Musa Sayev, 15 Elmir Məmmədli, 15 daha doğrusu 17 Cavad Mahmudzadə, 18 Fərhad Zöhrabov. Sumqayıt oyuncuları cəlmə zərbəsini yerinə yetirəcək. Topun gerisində Rəsul Əliyev və Aramalı görürük. Amma baş məşqçi bildirdi ki, Rəsul topu oyuna daxil etsin. Canlı sətdə 3 nəfər var. Belə artıq hakim də zərbəyə işarə verir. Birbaşa qapı istiqamətinə indirilmiş top idi. Top qapının yanından keçir. Hakimləri isə təqdim etmədim. Kinyas Əmiraslanov və Anar Fərəcovdur. Akif, Sumqayıt, Rəsul yox, zərbə vurmaq ona imkan vermirlər. Daha bir hücum izləyir, qapıya zərbə, qapçı topu, daha bir zərbə və top qapıdadır. Sumqayıt futbolçuları görüşün 5-ci dəqiqəsində hesab açır. Anar Əhmədzadə topu qapıya göndərir. Sumqayıt yaxşı başladı görüşə. Vurulan qolun təkrarı bizlərə bir daha təqdim olunur. Qapıya zərbə, qapçı topu qaytarır, daha bir zərbə. Qapçı üçün bu topu tutmaq o qədər də asan olmamışdı. Yaxın məsafədən qüvvətli zərbə indirilmişdi. Daha bir Sumqayıt hücumu izləyə bilərdik, amma bu epizodda Sumqayıt oyuncularından topa ən yaxın heç kim yox idi. İrəliyə doğru daha bir ötürmə izləyirik. İndi qapı istiqamətini yox, qapçı. Bəli, Akifin qapıya zərbə indirilməsinə mane olurlar. Hakim isə küncdən. Ulduz komandası soldan. Uğur geriyə Oktay ilə oynayır. Qapıya zərbə, 10 nömrəli Zülfüqar da səhv etmirəmsə qapıya az öncə zərbə indirən. Sumqayıt künc zərbəsi ilə topu oyuna daxil edəcək və topa burada Sumqayıt futbolçuları heç kim toxunmamış. İndi sürətli əks hücum. Tunar demək olaraq qapçı üzvü özü 7 nömrəli futbolçu Tunar Əliyev qapçı və qapçı komandasını qoldan xilas edib Fuad Eldarov. Bu dueldən qalib ayrılır. Cəlmə zərbəsini Oktay Ələkbərov yerinə yetirəcək. Hakim də artıq topun oyuna daxil edilməsinə icazə verdi. Oktay yerlə oynayır. Tunar yenidən Oktay topladı. Sumqayıtın 2 oyuncusu, bəzi anlarda 3 oyuncusu ona qarşı mübarizə aparırdı. Hüseyin yaxşı keçdi rəqibin, amma out. Topu meydanda saxlamaq mümkün olmadı bu epizodda.
Hörmətli tamaşaçılar, bu görüşdən əvvəl Gol TV-də U13 liqasının daha bir maraqlı oyunu sizlərə təqdim olundu. Qarabağ zirəndi, gəlin daha bir zərbə Akifdən gəlib, bu dəfə də Ömər İskəndərli topun qapıdan keçməsinə mane olur. Sumqayıt outdan topu oyuna daxil etməlidir. Top outdan meydana tərk edir və beləliklə artıq ilk hissə başa çatır, qısa fasiləyə ayrılırıq. Kesin onları. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri, artıq ikinci hissə başlayır. Sumqayıt Ulduz. Sumqayıt 1-0 hesabı ilə öndədir və başlayırıq. Komandaların heyətində artıq bir sıra oyuncu dəyişiklikləri baş verib. Ulduzun heyətindən başlayırıq. Ömər İskəndər artıq meydanı tərk etdi. Onun yerinə 12 nömrə Əbdülxalik İbrahim ilə oyuna daxil oldu. Daha bir oyuncu Fərahim Kazımlı da artıq. Onu da biz oyunda görürük. Səhv etmirəmsə hələ ki, Sumqayıt komandasının heyətində hələ heç bir dəyişiklik yoxdur. Dərhal hər hansısa bir oyuncu meydana daxil olarsa, onu da sizin diqqətinizə çatdıracağıq. İndi Hüseyin topu uzaqlaşdırır. İkincidən zərbə ilə Ulduz, daha doğrusu Sumqayıt oyuncuları topu oyuna daxil edəcək. 8 nömrə Rəsul Əliyev. Topu bəli, hakim də artıq icazə verir içəriyə. Birbaşa qapıya zərbə Əbdülxaliq əla reaksiya göstərərək xaliqələr yaradır. Out. İkincidən bu dəfə Hüseyin topu oyuna daxil edəcək. Qapıcı ikinci cəhətdə topu qazanır. Eldar. Fuad Eldarov hələ ki qapısını toxlumaq, saxlamağı bacarıb. Geriyə doğru ötürmə. Akif, daha bir zərbə qapıcı Əbdülxaliq. Topu oyuna daxil edir Hüseyin Süleymanlı. Ulduz komandasının təhlükəli oyuncularından biridir 5 nömrəli Hüseyin. Yenidən Hüseyin topladı. Öz sevdiyi sağcına hala ötürmə 8 nömrə Uğur. Uğur cədli ilə seçilir, içəriyə ötürməsi. Fərahimdən qapıya zərbə, top qapının yanından keçir. Uğur Hüseynlinin cədli diqqətləri çəkməyə bilməz. Fərahim artıq yerlə ötürmə yox, zərbə vurmağa imkan vermirlər. Ulduz davam edəcək. Qapıya daha bir zərbə, Uğurdan gəlir, qapıcı topu meydanda saxlaya bilmir. İkincidən elə məhz Uğurun özü yerinə yetirəcək. Qapıdan zərbə ilə top oyuna daxil edilir. Ulduzun irəlidə pressing var. Onlar 1-0 hesabı ilə geridədirlər. Rəsul. Zülfüqar ondan top alır. Yenidən irəliyə doğru ötürmə yox. Burada Sumqayıt oyuncularından heç kim yox idi. Əbdülxaliq top oyuna daxil etdi. Mehraç. Akif qapıya zərbə, yaxın məsafədə indirilmiş zərbə idi. Bu dəfə də Əbdülxaliq topun qapıdan keçməsinə mane. Ulduz sürətli, əks-hücum yox, alınmır. Ömər topu qarşılayır. Yenidən Ulduz hücum izləyə bilər. Fərahim topladı. Fərahim artıq qapıya zərbə vurmaq vaxtıdır, amma qapıcı Fuad buna imkan vermir. Bu dəqiqələrə qədər Fuad Eldarov, mən deyərdim ki, oyunun ən yaxşısı olmağa layiq olan oyunculardan biridir. Zahid. Hakim davam işarəsi verir. Mehraç. Akif burada boş mövqe götürmə gözləyir, amma Mehraç özü qapıya zərbə vurmaq qərarını verir. Ulduz tələsir. Hüseyin. İləriyə doğru ötürməyə Fərahim. Ramal topu uzaqlaşdırır. Out. Fərahim. Geri ötürmə.
Oktay. Sumqayıt oyuncuları burada topu yox. Yenidən Ulduz qazanır. Uğur Hüseynli. Uğur çox sürətli içəriyə daxil bəli olub. Uğur hələ ki topu özünə saxlayır. Geriyə ötürmə qapıya zərbə və gol. Hesab bərabərləşir. Zülfüqar Allahverdiyev topu qapıdan keçirir. Ulduz tələsirdi. Onlar bərabərlik qolunu vurur. Amma mən burada Uğur Hüseynlinin fərdi ustalığının keyfiyyətlərini qeyd etmək istərdim. Baxın necə sürətlə Xosrovu keçməyə çalışdı. Bəli. Boş mövqedə olan komanda yoldaşını görür və bu cür zərbə ilə hesab bərabərləşdi. Hər iki komanda gol vurub. Gol TV üçün yox. Davam edelim də burada ani bir diqqətsizlik, hər şey bunu qapıya uzaq məsafədən zərbə, hər şey Ulduz üçün yaxşı qurtarır bu epizodda. Musa İsayevin zərbəsi idi. Hər zaman qarşılıqlı qollar izləmək istəmişik. İndi hakim yox. Bəli, devam işarət Fərahim Kazımlı. Artıq demək olar qapçı üzvüzdür Fərahim. İçəriyə daxil Fərahim, amma qapçı burada onun rahat şəkildə zərbə indirməsinə mane olur. Out. Görək. Sumqayıt. Ağıllı Fərah. Get. Ulduz komandası yenidən irəliyə doğru itmə qapçı. Fuad Eldarov. Və beləliklə hörmətli futbol azarkeşlər artıq qarşılaşma başa çatdı. Hər iki komandaya gözəl oyuna görə təşəkkür edirəm, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Sumqayıtda 12 nömrə qapçı Fuad Eldarov, oyunun ulduzu isə Ulduz komandasının 8 nömrəli futbolçusu Uğur Hüseynlidir. Və beləliklə Uğur dekabr ayında maçın ulduzu seçildiyinə görə yanvar ayında FIFA 2026 turnirində iştirak edəcək. Amma Abdülxaliq İbrahimli isə Fair Play rubrikasının qalibi olduğuna görə noyabrın qalibidir. Dekabr ayında keçirilən FIFA turnirin liqa mərhələsinə vəsiqəni təmin etdi. Hörmətli futbol azarkeşlərə bizə ayrılmış vaxt burada başa çatdı. Sağ olun, gələn görüşlərə dək.